Hər kəsə salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə 12 oktyabr 2025-ci il tarixində OTK-dan bizə tarix fənnindən təqdim olunmuş sualların izahına baxacağıq. Bizim onu da nəzərinizə çatdırım ki, onlayn dərslərimizə qeydiyyat davam edir. Kimlər istəsə 051 463 13 55 nömrəsi ilə əlaqə saxlayıb məlumat ala bilərsiniz. İndi isə keçək suallarımıza. Deyir, solan islahatlar nəticəsində qadağan edilmişdir. Bir də deyir, taxıl və digər zəruri ərzaq məhsullarının ixracı, bəli, doğrudur, biri götürəcəyik. Kiçik səhvə görə insanların ağır cəza verilməsi, xeyr, elə bir söhbət yox idi. Fəlsəfə, ədəbiyyat, incəsənətin öyrədilməsini qadağan edilməsi, belə bir məsələ də yox idi. Əhalinin gələcəkdə borca görə qul edilməsi qadağan edilmişdir, doğrudur. Cavabımız 1-4, doğrudur. Onu da qeyd edim ki, əlimdə olan vərəq özümün hazırlaşdırdığım abituriyentimin vərəqəsidir. 32-ci sualda deyir ki, daha əvvəl baş vermişdi. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolit, Kür arazı mədəniyyətinin formalaşması erkən tunc, insanların daşların cilallanması, değişilməsi neolit dövrü, sənkarlığın müstəqil sahəyə çevrilməsi orta tunc, qəbli icmasının ulu icması əvəz etməsi üst paleolit. Daha əvvəl baş vermişdisə söhbət üst paleolitdən gedir. Bu da doğru cavabdır. Sonra, eradan əvvəl 1-ci əsrin 1-ci yarısı Atropatena və Albaniya dövlətlərinə aid ortaq xüsusiyyətlər istəyir bizdən. Qul əməyindən geniş istifadə bu heç birisində yox idi. Romalıların hücumlarına qarşı mübarizə bəli var. Quldar monarxiya dövləti olması bəli var. Cavabımız 2-3 B bəndidir. 34-cü sualda deyir ki, xəritədə işarələnmiş dövlətin Böyük Hun dövləti ilə bağlı siyasəti. Xəritədə Çini göstərir bizdə. Böyük Hunla bağlı siyasətin soruşursa, baxırıq birə eradan əvvəl 3-cü yüzilliyə aid olmalıdır. Deyir, Çiçid Hanhunun məğlubiyyətə uğradılması. Uşaqlar, Çiçid Hanhu eradan əvvəl 36-cı ildə məğlubiyyətə uğradılıb. Bu 3-cü yüzillik deyil. Vyetnam və Koreyan tabe edilməsi Han sülaləsinin dövründə olub. O da 3-cü yüzilliyə aidiyyatı yoxdur. Böyük Çin səddi eradan əvvəl 214-dür. C-ni götürəcəyik. Deməli, eradan əvvəl 1-ci yüzillikdə Sarsarıqlar üsyanı Hunla əlaqəsi yoxdur. Pinçeyin 200-cü ildədir, 1-ci əsrə düşmür. Nigah diplomatiyası bəli var. C A bəndi. 35-ci sualda Azərbaycanın şimal-şərq torpaqlarının qədim dövlətçi ənləri bərpa olundu. Şimaldan Azərbaycan ərazisinə basqın edilən yadelli hücumların qarşısı alındı. Söhbət buradan Şirvanşahlardan getməlidir. Şimal-şərq torpaqları deyirsəm. Deməli, baxaq görək hansı variantda var. D variantı Şirvanşahlar dövlətinin yaranması. Bunu da doğru yazıb, afərin. 36-cı sual. 629-cu ildə Bizansla bağlanmış sülhə görə Albaniya Sasani təsir dairəsinə qaldı. 629-630-cu illərdə Xəzərlər Albaniyanı işğal etdilər. Lakin az sonra siyasi səbəblərdən Xəzərlər Albaniyadan çəkildilər. Mətndən verilən proseslər nəticəsində Albaniya müstəqil dövlətə çevrildi. Bəli. Götürəcəyik biri. Arşakilər sülaləsinin hakimiyyəti bərpa olundu. Xeyr, əksinə 510-cu ildə Arşakilər sülaləsinin hakimiyyəti başa çatıb. Alban taxt-tacı Varaz Qriqorun əlinə keçdi, doğrudur. 1-3 C bəndi, ay, bu səhvdir. 37. Müqayisə cədvəlində Türk dövlətlərinə aid doğru fikirləri müəyyən edim. Avropanın dövləti deyir, Burqundiyanın işğal edilməsi, bəli, Atilla edib. Roma şəhərini dağıtması, xeyr, Roma dağıdılmadı axı. Roma papası xaç minnətə gəldi və dağıdılmadı. 1-ci Göytürk xaqanlığından söhbət gedir. Uyğurlar tərəfindən süquta uğradılması, xeyr. Avarlara qarşı mübarizə, bəli. Bizans üzərinə uğurlu hücumların təşkil edilməsi, burada oxşarıq. Baxın, 1-lə 2 Avropa Hun dövlətinin fərqli cəhəti olmalıdır. 3-lə 4 böyük 1-ci Göytürk aid olmalıdır. 5-lə 6 oxşarıqdır. Bəli, Bizans üzərinə uğurlu hücumlar Avropa Hun dövlətində də var. 1-ci Göytürk xaqanlığında da var. 1, 4, 5 D variantı. Afərin, bu da doğrudur. Aha. Baxaq, indi bizə deyir ki, xəritədə təqdim olunan sual 19-cu əsr Azərbaycan şəhərlərindən söhbət gedir, uşaqlar. Baxalım, bir bu hissədədir, Gədəbəydir, 2 Bakı ərazisidir, 3 də Şəki ərazisidir. Görək nədir? İlk mərkəzləşmiş telefon stadiyasının işə salınması söhbət Bakıdan gedir, 2A olacaq. Baxıram, heç nə yazmaq istədim, yazmadım. Amma yazmayıbdır, görək nə var burada. Deməli 2A olacaqdır.
Hərbi dairə rəisliyinə tabe olması AB2-yə gedir. Alman kapitalına məxsus misəritmə zavodunun fəaliyyəti başlaması söhbət Gədəbəydən gedir. 1-ə C olacaqdı. 3-də 19-cu əsrin 30-cu illərdə müstəmləkəçi əleyhinə üsyanların baş verməsi. Deməli, bəli, Şəki üsyanı vardı 1838. C variantı uyğun gəlir. E-ya da baxaq. İlk pambıq təmizləmə uşaqlar 1882-də Naxçıvandadır. Yaxşı ki, yazmamısan. Yoxsa səhv çıxardı. C bəndidir burada cavab. Sonra deyir ki 39-da Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edir. Şirvanşahlarla Salarilər dövlətindən söhbət gedir. Xəzər dənizində Azərbaycan ticarət gəmilərinin üzməyə başlaması, bunu 20 dəfə demişik. Salarilər dövləti doğrudur A. Sonra A gedəcək 2-yə. Slavyanların talanlarına məruz qalması oxşarlıqdır. B gedəcək oxşarlığa. Dərbəndin ələ keçirilməsi. Dərbəndin ələ keçirilməsi uşaqlar bu. Deməli C Dərbəndin ələ keçirilməsi oxşarlıqdır. Slavyanlar həm belə Salarilərə aiddir, həm Şirvanşahlara aiddir. Səlcuq dövlətinin asılı salması 1066 doğru yazıb Səlcuqlardadır. Belə Şirvanşahlardadır. Əsasın türk mənşəli qoyulması bu da Salarilərdədir. Cavab yazıb Y variantı tamamilə də doğru yazıbdır. Bu da plus gələk. Hələ ki bir səhv, bir də yazmadığı var. 40-cı suala baxaq. Eradan əvvəl 1-ci minilliyin əvvəllərində qədim Misir dövlətinin zəifləməsinə səbəb oldu. Hakimiyyət uğrunda müharibələrin başlaması yazıb və tamamilə də doğrudur. Cavabımız B bəndi olacaqdır. 41-də deyir, Manna hökmdarı Ahşerinin fəaliyyəti üçün xarakterik deyil. 22 Manna qalasının Urartuya verilməsi xeyir. Midyada Assuriya əleyhinə qalxan üsyanlara kömək etməsi. Bəli, bunu niyə yazmayıbdı? Midyada Assuriya əleyhinə qalxan üsyanlara kömək edib. Ölkədə mərkəzləşmiş dövlət və canişinlik sistemi əsasını qoyulması bu İranzuya aiddir. Bu üçü niyə götürüb? İskit hökmdarının müttəfiqinə çevrilməsi bəli. Assuriya üzərinə hücum təşkil etməsi bəli. 2, 4, 5 hardadır? Daha doğrusu 2, 4. Uşaqlar bir də bu suala diqqət eləyək. Bax 22 Manna qalasının Urartuya verilməsi ola bilməz dünyasında. Bir mütləq çıxacaq. Bir çıxacaqsa B bəndi getdi, Y bəndi getdi. Sonra 3-ə baxaq. Ölkədə mərkəzləşmiş dövlət və canişinlik sisteminin əsası qoyulması bu İranzuya aiddir. Uşaqlar 3 də gedəcək. Baxın 3 də getdi. Bizim əlimizdə Bizə əlimizdə qalır C variantı 4 ilə 5. Ancaq burada 2 də uyğun gəlir də. Midyada Assuriya əleyhinə qalxan üsyanlara kömək edibdir. Ay, pardon. Bizə deyir ki, aid deyil. Bir də təzədən baxaq. Aid deyil soruşur bizdən. Aid deyilsə uşaqlar, bax, biri götürəcəyik. Mütləq. 3-ü götürəcəyik. Mütləq. 1, 3. Yalnız 1 və 3 B bəndi. Çox təəssüf. Bu da səhvdir. Neolit və tunç dövrlərinin oxşar cəhətlərini soruşur bizdən. Yeni təsərrüfat sahələrinin meydana gəlməsi. Neolitdə də gəlibdir. Yeni təsərrüfat sahələrinin meydana gəlməsi. Süni suvarma sistemlərinin mövcud olması. Duluqçuluq sahəsi qabların hazırlanması 3-ü götürəcəyik. Qəbilələrin həyatında qadının mühüm rol oynaması 4-ü də götürəcəyik. Cavabımız olacaq 3 ilə 4. B bəndi, bu da səhvdir. Xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdə hansına aid xüsusiyyət verilməmişdir? Deməli, nə işarələnib burada? 1-i görürük, bu hissədədir. Baxın, 2 burada İrəvan ərazisidir. 3 Şirvan ərazisi, görək nə deyir bizə. Ərəb əmirliyinin mərkəzi burada yerləşirdi. Ərəb əmirliyinin mərkəzi, bir də 9-cu əsrdə yeni dövlətin əsasının qoyulması. Düzgün cavab 2 və 3 olacaq. 2, 3 hardadır? Y bəndi. Düz yazıb. Y də doğrudur. 3-də də. Sonra qədim Roma mədəniyyəti üçün səciyyəvidir. İlk Olimpiya oyunlarının keçirilməsi Yunanistandır. Forum adlanan mərkəzi meydanın inşa edilməsi. Parfenon məbədi səhvdir. İnsan xarakterini açıq göstərən heykəllərin hazırlanması. Cavabımız 2, 4. A bəndi. Afərin, bu da doğrudur. Alan tayfalarının Albaniya yürüş etdiyi əsrdə Atropatena. Söhbət 1-3-cü əsrlərdən gedir. Pompeyin işğalçı yürüşünə məruz qalması xeyir. Bizim eradan söhbət gedir. Bir dəqiqə. A deyil. Fraspa döyüşündə Roma qoşunlarının məğlub edilməsi. Bu da eradan əvvəldir. B də deyir. Selevkilər dövlətinin asılı qəbul etməsi eradan əvvəldir. Parfi Arşakilər sülaləsinin hakimiyyəti altına düşməsi tamamilə doğrudur. Afərin, bunu da doğru yazıb. 46-cı sualından davam edirik. Uyğunluğu müəyyən edin. Ulu icma, qəbilə icması və tayfa. Deməli, təsərrüfatda kişi əməyinin ön plana çəkilməsi. Söhbət tayfadan gedir burada. Tayfanın da erkən tunçda əsası qoyulub. Bəli.
Deməli 3-ə gedəcək A. Doğrudur. Sonra toxa əkinçiliyinin meydana gəlməsi. Uşaqlar, toxanın meydana gəlməsi deməli baş verib qəbilə icmasında. B də doğrudur. Toxa neolit dövründə yaranıb, toxa əkinçiliyi dövrü eneolit dövrünü götürürük. İnsanların süni odun əldə etməyi öyrənməsi və bu da süni od deməli olacaqdır alt paleolit dövründə. Süni od daha doğrusu orta paleolit dövründə, o da ulu icmadadır. Bunu da doğru yazıb C. İnsanlar boyalı qablar mədəniyyətinin formalaşması bu artıq tayfalara aiddir. Tunç dövründə idi. D gedəcək tayfaya. Əhalinin oturaq həyata keçməsi bu artıq qəbilə icmasıdır. Deməli cavabımız B bəndi. Doğrudur. 47-də Perikldan fərqli olaraq Qayqıraq yoxsullara taxıl ilə yardım göstərmişdi. Deməli, Perikl da taxılla yardım göstərib Qayqıraqdır. A. Götürməyəcəyik. Torpağın satın alınmasını qadağan edən qanun ləğv edilmişdir. Elə bir söhbət yox idi. Plebeylərin hüququ müdafiəçisi idi. Plebeylərin hüquq müdafiəçisi idi. Yoxsullara vəzifəyə görə əmək haqqı verilmişdi. Qulların öldürülməsi qadağan edilmişdir. Aferin. Aferin, bu da doğrudur C'dir. Uşaqlar bax, biraz çaşarsınız bu sualda. Deyir, plebeylərin hüquq müdafiəsi. Qayqıraq Romaya aiddir. Perikl deməli Yunanistana aiddir. Plebey Romadaydı. 48. 1840-cı ildə həyata keçirilmiş məhkəmə islahatına əsasən mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Aferin. Məhkəmə işlərinin nəzarət komendantlara tapşırıldı. Xeyr, komendantlıq ləğv olunmuşdu. Ümumi imperiya qanunu əsasında məhkəmə yaradılmışdır. Tamamilə doğrudur. D variantı. 49. Verilənlər arasında hansı dövrə aid məlumat yoxdur? Ox və kaman mezolitdir. Mezoliti çıxdıq. İstehsal təsərrüfatının meydana gəlməsi. O da mezolitdir. Ölülərin yaşayış məskənlərdən kənarda dəfn edilməsi Tunç dövrünə aid olmalıdır. Erkən Tunç getdi. İri tayfa birlikləri yarandı. İri tayfa birlikləri yarandı. Deməli olacaq Orta Tunçda. Bizim deyir verilənlər arasında hansı dövrə aid məlumat yoxdur. İstehsal təsərrüfatı meydana gəlməsi neoliti götürəcək. Burada eneolit dövrünə aid yoxdur. E variantı 49 da doğrudur. 50. Tarixi prosesləri məntiqi ardıcıllığını tamamlayan kiçik Asiyanın qərbindəki Yunan şəhər dövlətləri üsyan qaldırılması. Nə olacaq burada görək? Üsyan qalxması, Afina dəniz ittifaqına son qoyulması, Marafan döyüşünün baş verməsi, Əhəmənilər altdan hakim qüvvəyə çevrilməsi, üsyançıların Afina tərəfindən himayə olunması. 1-ə D. Aferin. Axşam sual cavab elədiyimiz hissələr. 1-ə D. Əhəməni hökmdarı 1-ci Daranın Yunanistana hücum etməsi. Yunanistana hücum edəcək. Bəli. Əhəməni döyüş, Marafon döyüşü baş verəcək. B. Doğrudur. Marafon döyüşü. Sonra 4-ü özümüz tapmalıyıq. Marafon döyüşünün baş verməsi. Deməli, 2-ni tapdıq. 4-ü də 1. Deməli, D və B hardadır? A variantında doğrudur. 51-ə baxaq. Uyğunluğu müəyyən edir. Midiya hökmdarı Kiaksar. Deməli, daxili siyasəti olacaq Midiyada 2 hissəyə bölünmə. Burada cavabımız Midiya satraplığının 2 hissəyə bölünməsi yox, kiçik vilayət hakimlərinin tamamilə ləğv edilməsi, bəli. Biri B olacaq, biri D, İskitlərin döyüş taktikasına əsaslanması. 2-yə baxanda xarici siyasətdən Babil dövlətli ittifaqda olubdur. Manna, Urartu dövlətlərinin tamamilə süquta uğradı. Burada uşaqlar cavabımız olacaqdır. Deməli, D variantı bu da doğrudur. 1870-ci il kəndli islahatı xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə kəndlərin torpaqlarından istifadəsini qanuniləşdirilmişdir. Azərbaycan sahibkar kəndlərində çoxlu miqdarda xırda kəndli torpaq sahibinin yaradılması, iri torpaq sahiblərinin mənafeyinidir. Mərkəzi hökumət tərəfindən uzun müddət torpaqların satın alma qiymətinin dəqiq müəyyən edilməməsi və bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla aydın olur. Nəticədə verilmiş hansı xüsusiyyətlər 1870-ci il islahatını 1912-ci il hüququndan fərqləndirir? 52-ci cavabda 2 və 3 olacaq Y variantı. 53-ə baxaq. Xronoloji ardıcıllıq istəyir. 1, 3, 2, 4 bu da doğrudur. Aferin. 1 doğrudur, düzgün yazıbdır. 2 aidiyyatı yoxdur, səhvdir. 3-ə baxaq. Səlcuq Sultanı 1-ci Toğrulun Təbrizi ələ keçirilməsi, Rəvadi dövlətin varlığına son qoyulması. 1065-də yazıb, amma Toğrula götürüb, niyə götürüb mən də bilmədim. Bu Alparslandır. Əslində 3-ün də aidiyyatı yoxdur. 4-ə baxırıq. Deyirik ki, daha doğrusu 4-ə deyirik ki, Cavanşirin xilafətə diplomatik münasibətlər yaranması, Bizans-pərəst qüvvələrin Alban hökmdarına sui-qəsd təşkil etməsi, bu da doğrudur. Slaviyanların Bərdə şəhərini qarət etməsi, Məziyyədlilərin öz iqamətgahını Gəncəyə köçürməsi, bunun da aidiyyatı yoxdur. Burada cavabımız olacaq 1 və 3.
Qədim Hindistanın və Yunanistanın tarixi üçün ümumi cəhəti soruşur. Roma tərəfindən asılı vəziyyətə salınması xeyr. Əhəmənilərə qarşı mübarizə aparılması bəli. Ərazisi Hunlar tərəfindən talan edilməsi xeyr. Makedoniya işğalına məruz qalması bəli. 56-da Albaniya Sacilər dövləti ilə oxşar Ravadilər dövləti ilə fərqli olan xüsusiyyəti soruşur bizdən. Cavabımız əslində 2 də var. 2, 3, 4 bu səhv sualdır. 57-yə bax.